Çoxları bilmir, amma bəzi qidalar beyin qanaması keçirmiş xəstələr üçün risk yarada bilər. Ona görə də gərək bu qidaları yeməsinlər. Beyin qanamasından sonra əsas məqsəd təzyiqi stabil saxlamaq, yenidən qanama riskini azaltmaqdır. Uzaq durulmalı bəzi qidalar var. Onları sizə deyəcəm, hamısını çalışın yadda saxlayın. Birinci, həddindən artıq duzlu qidalar, turşular, duzlu pendirlər və hazır paket qidalar təzyiqi yüksəldərək təkrar qanama riskini artırır. İkinci, yağlı və işlənmiş ətlər, kalbasa, sosis, bunlar damar sağlamlığını pisləşdirir. Üçüncü, fast food və qızartmalar xolesterini artırır, damar elastikliyini isə azaldır. Dördüncü, həddindən artıq kofein, tünd qara çay, kofe təzyiqin dalğalanmasına səbəb ola bilər. Beşinci, greypfrut, xüsusilə diqqət edin bu meyvəyə, qan durulaşdırıcı və digər dərmanların təsirini dəyişdirə bilir çünki. Bu isə qanama riskini artıra bilər. Və əgər xəstə qan durulaşdırıcı dərman qəbul edirsə, qidalanma daha da kritik ola bilər. Bu məlumatı yaxınlarınızla paylaşın. Bəzən bir qida həyatı riskə ata bilər.